Tutmuş cahanı nale-i va qürbətə qərib. Tutmuş cahanı nale-i va qürbətə qərib. Güya gəlibdir naləyə bir binəva qərib. Bilməm nə şuururdu ki tutub əhli aləmi. Məclis qərib, moha qərib, həm əza qərib. Bilməm nədir cəzası bu qürbətdə ölməyin. Həm ənbiya qərib olub, həm övliya qərib. Qoydu əli, dalınca qədəm niyab əli, oldu şəhid zəhr ilə olub müctəba qərib. Heç kəs qərib olmadı, billah Hüseyn kimi. Heç kəs qərib olmadı, billah Hüseyn kimi. Ölkə qərib, əyal qərib, əqrəba qərib. Qolsuz düşüb Fərat kənarında bir cavan. Qollar qəribu, məşqi qəribu, liva qərib. Bugün özüvi Şah-ı Xorasana sal dəxil. Ağla ki, ağlamağından ola rıza qərib. Bağışlayan və mehriban Allahın adıyla. Dəyərli xalqımız, əziz müsəlman, bacı və qardaşlarımız, bax, hər axşam olduğu kimi vəd etmişdik, bu axşamda xeymə önündə evlərinizin qonağıyıq. Mühərrəm aydı, əzadarlıq aydı, Həzrət İmam Hüseyn əleyhissalamın matəm günləridir. Mən bir daha zamanın sahibi və Həzrət İmam Hüseyn əleyhissalamı sevənlərə, ona əza tutanlara, ona yas saxlayanlara dərin hüzünlə təsliyyət və başsağlığı ərz edirəm. Bugün studiyamızın yenə də çox hörmətli bir qonağı var ki, onun yazıları, onun dostluğu, onun qardaşlığından həmişə xüsusi zövq aldığım mənim dəyərli Hacı Ağa Fərati. Hacı, xoş gəlmişsiniz. Sizləri salamlayırıq, vaxtınızı bizə ayırdığınız üçün sizə öz dərin təşəkkürümüzü bildiririk. Çox sağ ol Hacı, təşəkkür edirəm mən də dəvətə görə. Bütün izləyicilərimizi salamlayıram. Xüsusən İmam Hüseyn aşiqlərinə bu ayda təsliyyət ərz edirəm. Allah razı olsun. Allah bütün məclisləri qəbul eləsin inşallah. Allah bu feyzi əldə eləyənlərdən eləsin bizi inşallah. Amin ya Rabbil aləmin. Hacı, bax elə qoy verilişimizin ilk sualını belə başlayaq da. Hər bir insanın Kərbəlaya baxışı var. Kərbəlanın mahiyyətini dərk etməkliyi var. Yəni, Roza xanım bir cür, alimin bir cür, yazarın bir cür, şairin bir cür və ya görürsən ki, adi, sadə bir insanda onun Kərbəla təfəkkürü, düşüncəsi fərqlidir. Bugün şairin, bax, bir şair baxışı ilə Kərbəlaya baxışınız haqqında istəyirəm bir qədər danışaq. Yallah. Çox sağ olun Hacı. Tarix Hacı rəqəmlərlə dəyişir. Tarixlə dəyişir. Amma şair bunu, bu tarixi qanla, gözyaşı ilə, ruhla oxuyur. Çünki İmam Hüseyn elə bir məktəbdir ki, bu məktəbi klassiklərimiz bizə o cür gözəl çatdırıblar ki, Məhəmməd Füzulidən tutmuş Seyid Əzmə qədər bütün incəliklərini, o gözəllikləri bizə, şairlərə bir irs qoyublar. Bir məktəbin içində bir məktəb yaradıblar bu şairlərdə ki, xüsusən bu dövrün şairləri istifadə eləsinlər. İmam Hüseyn insanı özünə tanıtdıran bir məktəbin banisidir. Öz daxili dünyavı özünə göstərən bir hadisədir Kərbəla. Bir ustadların birinin yanına bir nəfər gəlmişdi, dedi ki, görəsən mən cənnətdəyəm, cənnətə düşəcəm, yoxsa cəhənnəmə düşəcəm. Ustad buyurdu ki, bax, bədənin Kərbəladır, nəfsün Yeziddir, ağlın Hüseyndir. Bax, gör indi bu dünyada hansına tərəf gedirsən? Nəfsüvə tərəf gedirsənsə bu dünyada, yəqin bilginən ki, Yezidlə olacaqsan, cəhənnəmə düşəcəksən.
Yox, əgər əqllə, imanla, təqva ilə gedirsənsə, şübhəsiz ki, sən də Kərbəlada olsaydın, İmam Hüseynin dəstəsində olardın. Bəli, biz tarixə baxdıqda, hacı bu şairlərin məsəl üçün Racini götürək, Allah rəhmət eləsin. Biyaq oxuduz, Dəxildən də götürək. Seyid Əzim, xüsusilə də Molla Məhəmməd Füzuli, Həqiqət-ü Sədadır, İmam Hüseynlə o cür gözəl çıxışları var ki, insan baxdıqda feyzin ən yüksək mərtəbəsinə elə bil çatırıq sözsüz ki, dünyada. Belə hacı. Məni həmişə bir sual çox maraqlandırır hacı. Bax, mən bunu bir iki gün bundan qabaq bizə şahsən məscidində də hər bir yerdə olduğu kimi bizə də hər axşam əzadarlıq olur. Dostlarım əyləşmişdi, belə baxdım izdihama, oxunan lohələrə, vurulan sinələrə. Bir kəlmə ona söz dedim ki, bəzən bizə deyirlər ki, bunlar geridə qalıblar. Bəzən düşünürlər ki, bunlar 1350 il, 1400 il bundan qabaq bir ərəb dünyasını dəyişib, ona əsas saxlayırlar, sinə vururlar. Bir iradlar ki, olur da istər sosial şəbəkədə, istər elə cəmiyyətimizdə. Dedim, dərk eləmirlər ki, İmam Hüseyn əleyhissalamın əzası il yenilənir. Təbii ki, bu yenilənməkdə şairlərimizin də böyük bir rolu var. Əlbəttə, şairlərin rolu var, Rozaxanların rolu var, Mərsi oxuyanların rolu, xüsusilə ruhanilərin, vaizlərin rolu var. Çəkilən filmlərin rolu var, tamaşaların rolu var. Bir də bu iradə eləyənlər düzdür, son zamanlarda, son dövrlərdə daha demək olar ki, bu Məhərrəm ayı yaxınlaşdıqca hücum başlayır əzadarlara qarşı. Amma maraqlı mən bir yağlara elə gələndə öz-özümə fikirləşirəm. Maraqlı oldu ki, bizim dinimizin, Firuddinimizin əsasından iki dənəsindən biri budur ki, əmr biməruf, nəhyəz münkər. Bizə vacibdir ki, biz pislikdən çəkindirək, yaxşılığa dəvət eləyək. Bu bizim dinimizdir, biz sizə bunları eləyirik. Yaxşı, sizin ki, bu iradə eləyənlərin deyirsiniz ki, ərəbdir, bizə lazım deyil, dinimiz yoxdur, Allah yoxdur. Sizə nə vacib düşüb ki, bizi bundan çəkindirirsiniz? Sizə ki, belə bir vacibat yoxdur. Bizi niyə çəkindirirsiniz? Hə, demək istəyirsiniz ki... Mənim dinim deyir ki, bunu elə. Mən bunu, sənə bunu kim deyir? Bunu sənə kim deyir? Niyə belə eləyirsiniz? Sinə vururlar. Bu, şair gözəl deyib, orada deyir ki, sinə vurmaq de mənim adəti dirinəmdir. İrtibatı sənə yox, sinə mənim sinəmdir. Mən özüm bilərəm bunu necə yaşayıram. Səni məcbur eləmirəm ki, gəlməyəm. Mən səni məcbur eləmirəm. Hətta mən səni dəvət eləsəm, bu mənim dinimdəndir. Səndə o öhdəlik yoxdur. Onu dəvət eləyəsən. Hacı, inşallah ki, həm söhbət eləyək, həm də bilirəm ki, Həzrət İmam Hüseyn əleyhissalamın Kərbəlası, yəni Əhl-i Beyt əleyhissalam haqqında sənin heç də az yazıların yoxdur. Bismillah de. Ya Allah. Allah salamat eləsin, çox salacı bir. Baha inşallah. İmam Hüseyn əleyhissalamla inşallah. Amin. Başlayaq. Qətligəhdə can verən sultanı gördün, görmədin. Qətligəhdə can verən sultanı gördün, görmədin. Nəşi üstə at çapan üdvanı gördün, görmədin. Surəyə xəncər çəkiblər, ox vurublar ayiyə. Parə-parə səfhəyi Qur'anı gördün, görmədin. Vasil olsun ta əlif-lamu heyə. Öz məşuqun ah ilə zikr eyləyən ətşanı gördün, görmədin. Nəzr edib Allaha canın haqq yolunda baş verən isti səhrada susuz qurbanı gördün, görmədin. Öz qonağın başı üstə gəzdirən çox görmüsən. Bu cürdür da hacı, biz qonağa başda yer verərik. Öz qonağın başı üstə gəzdirən çox görmüsən. Nizədə başı gəzən mehmanı gördün, görmədin. Qəmçilər güldən qisas aldıqda yandın, yanmadın. Nizələr pərpər edən reyhanı gördün, görmədin. Qanlı başından öpən Mövlaya baxdın, baxmadın.
Təllin üstə Zeynəbi nalanı gördün, görmədin. Qəm çölündə naləyi zəhranı duydun, duymadın. Əsğərin hulqun dələn peykanı gördün, görmədin. Zülmə bax, peykanə bax, birəhm olan səyyada bax. Əl-ayaq çırpan bala ceyranı gördün, görmədin. Qolları üstə susuzluqdan solan reyhanına, göz yaşı ilə su verən bağbanı gördün, görmədin. Düşsə xavkə, qətrəsi qərq eyləyərdi aləmi, avsimanda nəqş olunmuş qanı gördün, görmədin. Ey Fərati, xar əli ilə bağı zəhra güllərin, qan ilə sirab edən dövranı gördün, görmədin. Maşallah, Hacı, maşallah. Allah təbii və ömür və bərəkət versin. Allah Teala İmam Hüseyn ağadan ayrı salmasın. Hacı, heç olurmuş ya, bilirəm ki, mümkün deyil olmuyor ki, gecənin bir aləmi ola, işte yatağından bir beyt səni qaldıra. Bu olub belə bir şey. Olub Hacı, çox olub. Söz yox ki, şairə ilham gecə. Ümumən yaradıcı insanlar gecə çox yazırlar. Belə bir hadisələr. Şəxsən məndə olub, dəfələrlə olub ki, mən bir şey, bir mahnı ya bir ilahinin üzərində işləyəndə gecə yatmamışam. Evdəkiləri rəng eləmişəm, yaxşı mənada. Ay, bu gecə saat 3-dür, nə düşüb? Yox, mən bunu tamamlamadım. Bu yəqin səndə də olur. Çox bir qəribə haldır o. Və elə bir haldır ki, o ləzzətin əvəzini heç nə verə bilmir. Vermir. Mən dostlarımızdan da soruşuram həmişə. Heç o gecə, o yatırsan, yatmısan, amma beynin elə fikirləşir. Beyt fikirləşirsən, bilmirəm, hadisəni fikirləşirsən, nəsə qurma. Bir beyt tapırsan beyti. O ki, durdun, yazdın, onun dalı gedəcək. O ki, yatdın, qaldın. Allah səni elə bir oyadır ki, dur yaz. Dur yaz. Gözəl bir şey çıxardı orada. O da İnşallah ki bir ilham olar o. Çox güman ki ilham olar o. Allah bizi inşallah ki o ilham eləyənlərdən eləsin ki, o vəhyə bağlanaq bizdə. Mən Hacı üzr istəyirəm dəfələrlə üzr. Mən yəni hamı bilir ki, mənim əslim Dərbəndəndir. Yəni təbii ki düzdür, biz Qumru Dərbəndi görməmişik. Sadəcə onun əl yazmaları bizim əlimizə keçib. Amma ən çox oxuduğum kitab Qumrudan Kənzül Məsaib əsəri olur. O əsəri, o kitabı bəlkə desəm, bəlkə bir 30 dəfəyə yaxın, 28-30 dəfəyə yaxın oxumuşam bütün əsəri. Çünki bu mənim bir növdəki dərsliyim olub. Yəni illərcə, yəni zaman harca 5 il, 6 il bundan qabağa qədər, bilmirəm, o adət qalıb şəhərdə qalmayıb. Bizim mənbər əsərlərimiz 70-80 ilə yaxın Qumru Dərbəndi olub. Qumru Dərbəndi hətta onun ailəsindən mənə orada söhbət elədilər ki, təbii ki, yəni dərin bir hovza görən bir şair olmayıb. Yəni elm o dərəcədə olmayıb. Amma mən bir də sual verdim ki, biz bu hardan qaynaqlanıb bu tarixi? Deyir, o qədər deyir, belə deyək ki, o qədər belə deyək, İmam Hüseyn əsəlamına bağlı adam idi ki, təvəssül edərdi, yatardı, əlində bir miz olarmış yatanda. Bunu yəqin siz də eşitmişsiniz. Deyir, Kərbəla hadisəsini yox, belə açıq danışılır ki, xanımı çox deyingən olub. Yəni, bunun bu hərəkətindən deyinərmiş. Ki, yuxuda gördüyünü hərif bə hərif o vaxt divarlar əhəng olardı da. Deyir, orada işarəliyərmiş. Sonra düzdür ki, bəzi əsərlər görürsən ki, tamamlanmır, amma bəzi əsərlər görürsən Kərbəlanın düz gəlir. Bu, şairin, bunu danışmaqda məqsədim var, şairin Kərbəla haqqında və illa Əhl-i Beyt əleyhissalam haqqında və illa İslam haqqında yazdığı əsərlər tarixlə eyni olsa yaxşıdır və ya o biz deyərik ki, şairin təfəkkürü. Bunun hansına çox üstünlük verirsiniz? Hacı, biz ustadımız da var idi. O da bizə həmişə tapşırırdı ki, vaqe nədirsə onu yazmaq lazımdır. Ay, sağ ol. Sən onun içində onu bəzə, mühəssənatı olsun, gözəl hadisəni gözəl çatdırmaq yəni rəng qat. Amma olmayan hadisəni sən gətirib ora salsan,
artıq tarixi bir demək olar ki, saxtalaşdırırsan hacı. Bu günləri də məsəl üçün böyük alimlərimiz də məsəl üçün qəbul eləyirlər ki, məsəl üçün Qasimin toyu məsələsi, məsəl üçün Ayətullah Mütəhhəri də öz kitabında da qeyd eləyib neçə dənə nöqtələr var ki, orada biri Qasimin toyudur. İndi yadıma düşdükcə deyirəm hacı, bunların hamısı tarixə baxdıqda çoxu şairlər tərəfindən gəlib hacı. Olmayan hadisə deyil. Bəli, olan hadisə deyil. Məsəl üçün xanım Leylanın Kərbalada olması. Ustadımız buyurdu ki, məsəl üçün Hacı Ənvər yazıb ki, deyir düzdür, bu xanım Leyla orada olmayıb, amma bu o atifəni çatdırır. Məsəl üçün deyir ki, xanım Leyla Əli Əkbərə deyir ki, nə qədər xeymədəsən, heç kimə baxma, mənə bax. Bu o, yəni anası elə orada olsaydı bunu deyərdi də. İndi burada vacib deyil ki, araşdıraq ki, olub, olmayıb. Amma bu hadisənin özünə bax ki, bura şeirin gözəlliyinə, atifəsinə bax. Amma düz buyruqladınız ki, hacı, gərək olmayan şeyi salmayasan şeirə. Əgər olmayan şeydən yazacaqsansa, qiyamətdə olmayan sənə nə əcr verəcək? Və yaxud bir dənə beytdir mənim yadıma düşdü. Dedi, bax, əgər xanım Leyla Kərbəlada olsaydı, Əli Əkbərin başı Nizədə geçsəydi, o neyniyərdi? Baxdı ki, Əkbərin Nizədə Leyla üzünə gör. Bu cür ona dedi, gəldi şurə, dedi, eşəm, bu cür təşviş edəyərmiş, bu cür gözəli, amma bu deyil, bu deyil. Onsuz Kərbəla hadisəsinə baxdıqda hacı, burada hadisələr o qədər detallıdır ki, məsəl üçün Əli Əkbərin özünün şəhid olması zaten böyük bir hadisədir. Bəli. Sən buna niyə əlavə qatqılar qatırsan ki? O bir hadisədir ki, mənim fikrimcə odur ki, hacı İmam Hüseynin ən çətin vaxtı Əli Əkbərin şəhadətidir. Məsələn, Ustad Qəffari buyurar ki, Allah salamat eləsin. İmam Hüseyn can verir məqtəldə, axır saatlarıdır. Şairin təfəkkürünə baxacaq. O deyirəm, hadisə var, düzdür, amma təfəkkürə bax. Deyir, İmam Hüseyn şübhə eləyir ölməklə. Gör nə deyir? Deyir ki, ox dəydi yanan sinəmə, çıxdı kürəyimdən. Qan məqtələ daşlandı, töküldü ətəyimdən. Allaha deyir, imdad elə bu şübhəni çıxsın ürəyimdən. Aya bu çıxan candır mənim ləhmürəcimdən. Deyir, əgər mən ölürəm, əgər ölürəmsə 2 canım var onda. Şayət 2 can vardı Xudaya hər öləndə. Aya o ölən bəs kimidir Əkbər öləndə? Ay Allah. Mən bir dəfə ölmüşdüm Əkbər öləndə. Mən indi necə ölə bilərəm? Bax, təfəkkür budur hacı şairin. Qüdrətli olmağı bu deməkdir. Hadisə var, bir dənə hadisədir, İmam Hüseyn gəldi, şəhid oldu. Sən bura nə əlavə qatqı qata bilərsən ki, bunu artıq öz təfəkkürünlə bəzəməlisən. Bax, bir beytdir mənim burada yadıma düşdü. Deyir, hər kəs ki, Hüseyn tək olmaz aşiq, sövqi ələmun səfanı bilməz, nuş eyləməyən meyi bəlanı keyfiyyət. Orada bir dənə sətir yadımdadır ki, 1950 yarə olmaz. Belə bir dənə sətir var orada. Mən bir dəfə ruhanilərin birinə, alimlərin birinə sual verdim ki, burada şair nə demək istəyir? Dedi, məgər ki, 1950 yarə bəqəm daş, ox, qılınc necə idi? Yox. Orada elə ən böyük yara Əli Əkbər idi. Ən böyük yara Qasım idi, Övün idi, Fəzl idi, Cəfər idi, elə xanım Zeynəbin var. Deməli, o sözümüzün üstünə gətirirəm, elə bir dənə Həzrəti İmam Hüseyn əleyhissalamın Əli Əkbər əleyhissalamla olan vida səhnəsi, bir dənə onların vida səhnəsi. O bir xeymələrdən ayrılarkən və bir də o qətligahda ki, orada Ağa İmam Hüseyn əleyhissalamı deyib, onu mən deyə bilmərəm, onu şairlər deyib, alimlər deyib ki, o bir dənə ata ilə balanın ki, ayrılıq səhnəsi ki var idi orada. Elə bu barədə sənin sözün olmasın, bir gözəllik ver, bunu yaz, olanı yaz. Bəli. Olanı yaz. İnşallah yenə də söhbətimizdən olacaq, Hacı. O gözəl qələmindən istifadə edirik inşallah. Bəli, dəyərli izləyicilərimiz, Məhərrəm ayıdır. Bu ayın fürsətini əldən verməyib, bu ayda dualarımızı çox eləyib. Bu ay heç nə bacarmasaq da belə, heç məscidə gedə bilmirik, şeyniyə gedə bilmirik, əzadarlığa gedə bilmirik. Elə oturun ruhu qiblə, ancaq deyin, ya Hüseyn. Ya Hüseyn deyin. Çünki ya Hüseyn deyən dillər əminəm ki, dünya və axirət lağ olmaz inşallah.
Bəli, bu ya boş yerə demədim ha. Hər kəs ki Hüseyn tək olmaz aşiq, zövqi ələm o səfanı bilməz. Nuş eyləməyən meybəlanı, keyfiyyəti Kərbəlanı bilməz. Ya Allah hacı. Mövzu Əli Əkbərdən oldu. Mən də istəyirəm bir xırda qəzəl Əli Əkbər ağadan inşallah. Neynirəm Əkbər oğul, aləmi səndən sonra. Neynirəm Əkbər oğul, aləmi səndən sonra, ruhumun olmayacaq həmdəmi səndən sonra. İmam Hüseynin dilindəndir. Sən ki dünyaya gələndə dedim artıq nə qəmim, yığılıb qəlbimə dünya qəmi səndən sonra. Ağlaram yadıma düşdükcə ləbi ətşanun, gözümün heç quruyarmı nəmi səndən sonra. Bu gecə Fatimənin qəlbinə bir od düşdü, saxlayar həşrə qədər matəmi səndən sonra. Gözüm Əbbasə baxır, qəlbidə artır mühənim, necə qolsuz tutacaq pərçəmi səndən sonra. Teşnə can vermisən ey Mərvə Səfanın oğlu, necə İbrahim içər zəmzəmi səndən sonra. Ey Fərati, yaralı qəlblərə söz çilədin, kim olar əhli qəmin məhrəmi səndən sonra? Kim olar əhli qəmin mərhəmi səndən sonra? Əhsən hacı, Allah qələm və bərəkət versin. Doğrudan da Əli Əkbər əleyhissalamın elə Kərbəlada olan o hadisə, o dərd elə dərk eləyən üçün ömrün axırına qədər bəsdir. Verilişlərin birində mən belə bir söz dedim. Dedim, niyə məhz əhl-i beyt sevərlərin başına bir bəla gələndə bir üzül məclisimiz olur. Atamız gedir əldən, anamız gedir. Bu həyatdır da. Kiminin qardaşı, kiminin bacısı, kiminin əyalı, kiminin oğlu, kimin. Bizim belə bir adət, ənənəmiz var ki, biz məclislərimizə Məddah Rozaxan dəvət edərik ki, məhz Kərbəladan olur. Çünki nə qədər bizə, yəni biz o bəşərə, nə qədər biz bəndələrə dərd üz versə, müsibət üz versə, o müsibət Kərbəla qədər ola bilməz. Yəni, hər bir dərdimizin o belə deyək, simvolu Kərbəladır. Bax, ora ibrət al. Bax, ora təsəlli tap. Amma Kərbəlada, bilmirəm, mümkün deyil ki, olmayan. İndi əgər olsa, istərdim ki, ondan deyəsən, xanımdan, o varlığından. Xanım Zeynəb salamullah əleyha elə bir dənə varlığı idi ki, bugün biz Kərbəla, ya Hüseyn deyirik, bugün əza saxlayırıq, bugün əzadarlığımızın banisi xanım Zeynəbdir. Bəli. Mən fikrimlə razıyam. Xanım Zeynəb Kərbəlanın yaşamasının səbəbidir. Necə ki, onun nitqi, onun çıxışları qoymadı ki, Kərbəla içsin. Azı xanım Zeynəb o qədər böyük bir məqam sahibidir ki, o Kərbəlada imam tanımaq məsələsi var burada. Bu necə imam tanımaqlıqda, o Arifən Bəhəqqə deyirlər, o cür tanımaqlığında. İmam Hüseyn şəhid oldu, İmam Hüseyni şəhid elədilər. İmam Zeynəlabidin əleyhissalam xeymədə xəstədir. Gəldilər xeymələri yandırmağa. Xanım Zeynəb gəldi İmam Zeynəlabidin əleyhissalama dedi ki, dəsturun nədir? Yəni qızlar qalsın, yansınlar, yoxsa dağılsın. İmam tanımaq budur hacı. Bu bilir ki, artıq zəmanəsinin imamı budur. Sən desən ki, yansınlar, yanacaqlar. Sən desən qaçsınlar, dağılsınlar, qaçacaqlar. O bütün hadisələri ki, xanım Zeynəb təllin üstündən baxırdı, görürdü. O ki, deyirdi, mən burada gözəllikdən başqa bir şey görmədim. Onu zaman keçdikcə, onun çıxışları ki, Əməviləri alt-üst elədi, planlarını pozdu. Biz də gördük ki, həqiqətən xanım Zeynəbin burada gözəllikdən başqa bir şey görmədim. Nədiri orada başa düşdük. Yəni, xanım Zeynəbin saxlamaqlığında Kərbəlanı qoruyub bizə çatdırmağında. Çox mütəəssifانه ki, hacım, mən xanım Zeynəbdən və xanım Zəhradan hələ ki yaza bilmirəm. Allah tövfiq versin inşallah. Fərq eləməz hacı.
Doğrudan da sözün ağırlığına bax. Mən illərdir bu söz haqqında fikirləşirəm. Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim. Bunu ağılla fikirləşəndə, yəni bir sağlam düşüncə ilə fikirləşəndə ki, görəsən xanım Zeynəb nə demək istəyir? Yəni qardaşlar gedə əldən, balalar gedə əldən, qardaş balaları gedə, özü əsir düşə. Buna bir gözəllik kimi baxam. Doğrudan bu varlıq necə bir varlıqdır? Bu xanım Zeynəb nə boyda bir varlıqdır, Allahu Ekber. Söz budur ya. Dostumuz Xaqani Əminin bir şeiri yadıma düşdü elə indi. Deyir ki, səhralıq idi Kərbəla, gülşənə döndü. Addım başı bir lalə salıb qanı Hüseynin. İmam Hüseynin qanı becərtdi oranı. Və buna da baxış lazımdır, göz lazımdır ki, görsün ki, bura gözəllikdir. Bəli, bəli. Allah əcr versin inşallah. Allah Davam sağlık edəyək. versin. Yəni söhbətlərimiz də gözəldir, amma mənim dəyərli izləyicilərim Hacı ağanın o gözəl qələmindən gəlin biraz qidalanaq. Ya Əli. Əli Əsqər ağadan inşallah bir. Bax. Oxuyaq. Oldam ki xun-i əsğər oldu səmaya pərdə. Qəmdən günəş tutuldu, çəkdi fəzaya pərdə. Qan oldu ərş-i tasi, yer geydi qan libası. Bir rəhmi çərx əlindən qıldı gilaya pərdə. Şeşmahəni görən dəm, gün ləblərin qurutmuş. Cibril gəldi astı, xeymə səraya pərdə. Qavrət qılanda həqqin, kənzin əduvv navkəs. Çıxdı həraya məhmil, gəldi nəvaya pərdə. Bürhan hüsnü bişək, şimr ləyin görənməz. Həqdən o göz üçün ayə pərdə. Nitqi bəyan Zeynəb titrətməsəydi Şami. Tarixidən düşərdi Kərbəlaya pərdə. Şükr et fərat-ı səndə vardı Hüseyn lütfi. Şeirinlə çəkmisən bu bəzmə əzaya pərdə. Nə gözəl. Amma bu xahişlə bunu verərsən. Başda bu çox gözəldir. Bu gözəldir. Çox sağ ol. Hacı ağa, yavaş-yavaş verilişimizin axarına yaxınlaşırıq inşallah. Mən istəyirəm daha bir şeirə bax səndən. Yəni bizim üçün fərq eləməz ki, əxlaqı mövzu var, amma gün ki Kərbəladır, ay ki Mühərrəmdir, hər gün Aşuradır, hər yer Kərbəla və sən də hər dəfə bizim əlimizə düşmürsən. Çox sağ ol dəyərli vaxtına görə. Ya Əli, ya Allah. Kim sənə mehman idi ey Kərbəla, sən bilmədin. Kim sənə mehman idi ey Kərbəla, sən bilmədin. Çöllərində təşnədir Ali əba, sən bilmədin. Ey göy əhlin yerdə məzlum eyləyən, ol kəslərə, yerdə göydə səsləyirdi mərhəba, sən bilmədin. Zöhrüdə ey piş namazə nizə və peykan vuran, ol kəsə eylir məlaik iqtida, sən bilmədin. Teşnə xəncər vurduğun ol həncərə öz canını, rəhmətən lil aləmin eylər fəda, sən bilmədin. Su nədir ki, ol mərizə verməyibsən ey dəğa, açmısan mərziyə qəlbindən yara, sən bilmədin. Ol mübarək başı vurdun niziyə, sınsın əlin, nifrin eylirdi, qan ağlırdı cida, sən bilmədin. Qətligəhdə sən necə ecaz göstərdin vəli, sancılıbdur niziyə ərş-i xuda, sən bilmədin. Ey Fərati, qanlı səhrada gözəllik görmüşəm, Kəbə və Mərva səfadan basəfa, sən bilmədin. Kəbə və Mərva səfadan basəfa, sən bilmədin. Allah razı olsun mənim dəyərli qardaşlarım. Allah var eləsin. Allah bizləri İmam Hüseyn əleyhissalamdan ayrı salmasın. Doğrudan da bu bir neçə dəqiqəni Allah Hacı ağa qardaşımdan, dəyərli Fərati qardaşımdan Allah razı olsun ki, bu Mühərrəm günlərində həqiqi mənada bizim alimlərimizin, məddahlarımızın, rozəxanlarımızın və şairlərimizin vədləri çox olur. Amma bu
əziz günlərdəki bizim də studiyamıza vaxt ayırdınız. Sonda istəyərdim, Hacı, dua eləsən biz də amin deyək də. Çünki hər dildə, hər nəfəsdə bir böyük hacət, bir böyük istək var. Bax, Məhərrəm aydı. Bu ayda dua aydı da. Bu əvvəl 10 günlük mən çox alimlərin dilindən eşitmişəm ki, duaları çox eləyin. O duanı da bugün sən elə biz amin deyək inşallah. Çox sağ ol Hacı. Yenə də bir daha təşəkkür edirəm. Allah razı olsun. Gözəl verilişə mənə dəvət etdiyinizə görə. Bu gözəl qurduğunuz xeymə, bu səhnə adamı mənəvi hal verir. İnsanı elə bil qaytarır. O vaxtda o hadisələri yaşamış kimi olursan. Allah bizi inşallah İmam Hüseyn əleyhissalamdan ayrı salmasın. Amin. Allah bizi Kərbəlayı, həqiqi Kərbəlayı olanlardan eləsin. Amin ya Rabbi. Allaha and veririk xanım Zeynəbin o halına ki, qardaşını o halda gördü. Bizim də müşkillərimizi həll eləsin. Amin. Dünya və axirət. Amin. Ən böyük duamız da hər zamanki kimi imamımızın zuhurunu təcil eləsin. Amin. Bizə imama yetişənlərdən qərar versin. Amin. Çox sağ olun Hacı. Allah razı Allah olsun. salamat eləsin. Və sonda bugün hacıdan çox istifadə etməyi özüm istədim. Hər bir verilişin sonunda ya bizim dəyərli Hikmət qardaşımız olur. Olmayanda görürsən bir bənd oxuyuram. Amma bugün bir bənd yox, elə bir beyt oxuyacağam. Və bunu ilə də sizinlə sabah ilə günün bu vaxtına qədər sağollaşırıq. Hər kimi istər ki həvadar, ola peyğəmbər olayam. Hər kimi istər ki həvayadar, ola peyğəmbər olayam. Gərək aləmdə əzandari Əli Əkbər olayam. Allah sizləri də, bizləri də Hüseynsiz eləməsin. Sağ olun, salamat qalın.